Salam, hər vaxtınız xeyir. Bugün qısa bir epizod paylaşmaq istəyirəm. Bu epizod bir növ əvvəldə paylaşdığım bəzi epizodlar var bu cür. O epizodlardandır ki, öz təcrübəm haqqında danışmaq istəyirəm, onu paylaşıram. Bunu nəyə görə edirəm? Bir növ bilirsiniz ki, ən yaxşı öyrənmək yolu, öyrənmənin yolu, ən effektli yolu onu başqalarına öyrətməkdir. Onun haqqında danışmaqdır, onun haqqında düşünməkdir və niyə belə oldu, niyə X olmadı, niyə V oldu, Y oldu, Z oldu və s. kimi. Yəni, niyə o olmadı, bu oldu, bunlar üzərinə düşünməkdir, o təcrübədən öyrənməkdir və bunu da düşünürəm ki, mən etmənin ən yaxşı yollarından biri sadəcə düşünmək deyil, o düşündüklərimi də paylaşmaqdır. Yəni, bir növ gəldiyim nəticəni paylaşmaq, onu öyrənməyimə, tətbiq etməyimə, onda bir növ ustalaşmama daha yaxşı faydası olacaq, daha effektli olacaq və həmçinin dinləyənlər üçün də həm fayda olacaq, həm öyrədici olacaq, həm də onlarda yeni fikirlərin, yeni o aha anlarının, yeni kreativliklərin yaranmasına səbəb olacaqdır. Əgər yəni bu podkast dinləyirsə, əminəm ki, bu cür mövzuları, məhsuldarlıq mövzusunu, yəni oxumusunuz, dinləmisiniz, araşdırmısınız və istəyirsiniz ki, daha çox məhsuldar olasınız. Bu mövzudakı kitablarda ən çox vurğulanan, tövsiyə edilən metodlardan biri odur ki, günə başlayarkən ilk öncə ən önəmli iş nədirsə, o gün üçün, ya da belə deyək ki, 1 il sonra, 5 il sonra nəsə qarşına qoyduğun hədəfə çatmaq üçün bu gün edə biləcəyin ən önəmli iş nədirsə, o işlə başla. Və o nəyə görə tövsiyə olunur? Birinci səbəb odur ki, əgər o cür işləri biz nə qədər çox edəsək, hədəfimizə çatmaq ehtimalımız o qədər artmış olacaq, sürətli şəkildə hədəfimizə çatacaq. İkincisi də ki, ona görə çox tövsiyə olunur ki, bunu edən insan sayı çox azdır. Çünki bunu eləmək çox çətindir. Mən də bunu davamlı olaraq istəyirəm ki, həyatımda formalaşdırım, edim. Yəni, tez yatım, erkən qalxım, günə başlamadan digər öhdəliklər və s. Başlamadan əvvəl istədiyim nədirsə onun üzərində fikrimi, diqqətimi cəmləyib işləyim. Kifayət qədər işləyə bilim, vaxt ayıra bilim, enerjimi, resurslarımı ona sərf edə bilim. Son vaxtlar 2-3 həftədir ki, bunda mən çox ciddi çətinlik yaşayıram. Bunun da ki, bir səbəbi ilin bu vaxtı adətən mən işimlə bağlı olaraq çox məşğul oluram. Günə çox tez başlayıram və normaldan gec bitirirəm. Bu bir səbəbi budur. Əvvəlki qədər belə deyim də rahat deyil qrafikim. İkinci səbəbi də ki, ən əsas səbəbi də ki, hər halda yorğunluq, tənbəllik, yəni çox yoruluram. Bu aylar mənim üçün ən çox yorulduğum aylardır, belə deyim. Gördüyüm işlər də əslində önəmsiz işlər deyil, amma onlardan başqa da görmək istədiyim işlər var ki, hansı ki, üzərində işlədiyim layihələr var. Hansı ki, o layihələrin məndən başqa heç kim tamamlanmasını gözləmir. O mənim özümün seçdiyim, özümün üzərində işlədiyim layihələrdir. Müdür də, işçi də, cavab gözləyən də, işi görən də, hər şey mən özüməm. Və belə olanda onu sən digər işlərdən vaxt kənara qoyub, ayıra bilib, edə bilməlisən ki, o layihəni tamamlaya biləsən. İndi fikirləşirəm ki, bəs mən bunu necə edeyim? Hər edə bilmədiyim gündə də əsəbləşirəm, gərgin oluram. Günüm tam istədiyim kimi olmur, belə deyim. Amma elə ki, bir gün erkəndən oyanıram və o layihə üzərində az da olsa işləyə bilirəm, o gün günüm çox əla olur. Əminəm ki, bu hər kəsdə belədir. Çünki bilirsən ki, önəmli bir işi tamamlamış oldun. Bu sənə çox yaxşı bir hiss verir. O hiss də bütün gün boyunca səndə davam edir.
Və bir başqa səbəb də bunu eləyə bilməməyimin odur ki, son vaxtlar film izləməyə başlamışam. Yəni əslində mən çox az film izləyirəm, yəni elə həvəskar deyiləm. Amma son vaxtlar başlamışam, axşamlar otururam, film izləyirəm və bu da normaldan daha gec yatmağıma səbəb olur və normaldan daha gec yatdığım üçün də səhər həm istədiyim vaxtda oyana bilmirəm, oyansam da tam istədiyim kimi istirahət eləmiş olmuram gec yatdığım üçün. Və digər bir səbəb də işləyə bilməməmin səbəbi odur ki, işlərin çoxluğunla bağlı olaraq günə əslində normalda başladığımdan daha tez başlamağa başlamışam və bu da ona səbəb olur ki, mən əvvəlki qədər səhərlər çox erkəndən mənə vaxt qalmır. Çünki daha tez oyanmalıyam, hazırlaşmalıyam, o işlərə bəzən də bizim fərqli vaxt zonlarında, fərqli ölkələrdə insanlarla danışmaq lazım olur. Onu da ki, xüsusilə Avropada, Asiyada hansısa bir insanla danışmaq lazımdırsa, onu da çox erkən eləməliyəm ki, onların iş saatı tamamlamadan bunu edə bilim. Bu da əlavə təzyiq yaradır. Günü erkən başlamaq üçün məndə. Yəni gec yatmaq və normalda yatdığımdan gec yatmaq və normalda başladığımdan günə tez başlamaq, baxıram ki, vaxtı çox daraldır və işlərin də çoxluğu, o adrenalin, o məşğuliyyət elə edir ki, bütün gündəmimi belə deyək də işğal edir və sadəcə axşam gəlirəm, düşünürəm ki, bu gün heç bir şey edə bilmədim və yaxud da istədiyim qədər edə bilmədim. O üzərində işlədiyim layihələrlə bağlı. 2-3 layihə var ki, onların üzərində işləyirəm hazırda. Və yəni bu oturub düşünmə nəyə görə bağlıdır? Mən bir növ bu epizodları əslində əgər etirazlar olmasa daha çox paylaşmaq istəyirəm. Nəyə görə? Çünki oturub düşünməyəndə, yəni o məşğuliyyət, o hərəkət, yəni o adrenalin, qaça-qaç ora, onu elə, bunu elə, onu çatdır, bunu çatdır. Yəni sən hiss edirsən ki, iş görürsən və gördüyün işlər də həqiqətən önəmli işlərdir. Amma əgər kənarda bütün o önəmli işlərdən başqa fərqli bir üzərində işlədiyin, özünün layihən varsa, proyektin varsa, bir arzun varsa, belə deyim, reallaşdırmaq istədiyin, o zaman gərək edə biləcəyin ən yaxşı işlərdən biri düşünə bilməkdir. Geriyə baxıb düşünə bilməkdir. Yəni ki, geriyə baxıb deyərkən analiz eləmək ki, mən nə edirəm, bunlar nə qədər lazımdır, həqiqətən də bu cürmü etməliyəm, nələri dəyişdirə bilərəm. Yəni bütün bunların, bu təfəkkürün bir səbəbi var ki, sən daha çox vaxt tapa bilərsən ki, o ən arzu etdiyin nədirsə, o layihə üzərində işlədiyinsə, ona vaxt ayıra bilərsən. Və mən oturub düşünəndə belə qənaətə gəldim. Ya bu qənaət bayaq dediklərim, film izləməyə başlamışam, daha gec yatıram, günə daha tez başlayıram, çünki istəyirəm ki, erkəndən işlərə başlayım, vaxtına bitirə bilim, fərqli fərqli ölkələrdə olan insanlar var, onların iş saatı bitmədən bunları eləyə bilim. Və bunu düşünməyəndə belə bir şey olur ki, sən onu normal olaraq qəbul edirsən. Hə, işlər çoxdur, ilin bu vaxtı həmişə belə olur, həqiqətən də elədir. Və bunu normal olaraq qəbul edirsən, normal olaraq da qəbul elədiyin üçün heç bir şey eləmirsən. Deyirsən ki, misal üçün, fikirləşə bilərsən ki, ya bu ay çox məşğul aydır, mən bu ay o arzum, o xəyalım, o üzərində işlədiyim ayrı layihə var, nədirsə, ona kifayət qədər vaxt ayırmayım, çox az vaxt verim və bu normaldır. Yəni bunu bir problem kimi görmürsən və problem kimi görmədiyin üçün də heç bir şey etmirsən. Elə də davam edir. Amma indi mən düşünəndə fikirləşirəm ki, misal üçün mən nəyə görə hər gün film izləməliyəm? Ki, mən bunu illərdir etmədiyim bir şeydir. Ona etməkdənsə daha tez yataram, istirahət edirəm və yaxud da ki, sabahı planlaşdırıram. Bu mənim
yazılarımda, yazdığım kitabda, əvvəlki podkastlarda paylaşdığım çox faydasını gördüyüm bir şey var. O da budur ki, əgər axşam gəlirsən evə, ki bu çox olur, çox yorğunsan və çətin bir iş üzərində işləməlisən, baxırsan ki, edə bilməyəcəksən. Əgər oturub qeyri-məhsuldar şəkildə 2 saat, 1 saat işləməkdənsə, 1 saat erkən yatıb, səhər erkən qalxıb işləmək çox qat-bə-qat daha yaxşıdır. Bu hallarda nə edə bilərsən? Mənim ən çox faydasını gördüyüm şey odur ki, əgər işləyə bilmirsənsə, onun haqqında düşünürsən və sabaha hazırlıq edirsən. Yəni notlarına baxa bilərsən. Bu gördüyün işdən asılıdır. Sabah nədə başlayacaqsan, nə qədər işləyəcəksən, nəyi bitirəcəksən, nələr lazımdır, bunların üzərində düşünə bilərsən. Və bu bir növ səni başqa faydasız məşğuliyyətlərlə qarşısını almış olur. İkincisi, gündəmində onu saxlaya bilirsən. Bu da çox önəmli bir şeydir. Yəni xəyalını gündəmində saxlaya bilmirsə insan, o xəyal reallaşmır. Və də ki, bir ilə reallaşacaq bir xəyalsa, illərcə çəkir. Çünki gündəmində qalmayan şey sənin deyil. Gündəmində deyilsə, sən hər gün onunla bağlı 15 dəqiqə də olsa heç bir şey etmirsənsə, o ya olmayacaq, alınmayacaq, ya da ki, çox uzun müddət çəkəcəkdir. Bu axşam oturub 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə, nəysə 5 dəqiqə onun üzərində düşünmək, sabah tez oyanacağam, bu saatda oyanacağam, bu qədər işləyəcəm, bunları edəcəm, mənə nə lazımdır. Yəni bu kimi suallar üzərində düşünmək bir faydası odur ki, onu sənin gündəmində saxlayır. Yəni beyninin o işlə məşğul olan hissəsi belə deyək, aktiv qalır. Və erkəndən yatırsan, əlbəttə ki, hazır yatırsan, sabah oyananda bir növ necə deyək, idmanda ki, əvvəlcədən biraz isinmə hərəkətləri eləmək lazım olur. Yəni o isinmə hərəkətini eləmiş kimi olursan və o işə başlamaq nisbətən rahat olur. Və mən indi özümdə də düşündüm ki, biraz daha gec başlaya bilərəm o digər işlərə və gündəlik etdiyim işlərdə dəyişikliklər edə bilərəm. Misal üçün, əgər günə işə başladığımda digər normal başladığım işləri biraz gec başlayaram. Əgər başqa ölkədə olan insanlarla danışmalıyamsa, o gün ilk onu eləsəm əslində digər işləri biraz daha gecikdirə bilərəm. Və sırf bu dəyişiklik, yəni bəsit bir şey kimi görsənir. Sadəcə bunu etməklə indi bir misal olaraq verirəm. Mən səhərləri gec başlamağı özümə rahatlaşdırmış oluram. Yəni heç bir problem olmur, gec başlaya bilərəm və vaxt qalır və o ən önəmli hədəf nədirsə, o ən önəmli layihə nədirsə, onun üzərində hər səhər artıq işləyə bilərəm. Bunu da yəqin ki, eşitmişsiniz, deyirlər ki, bir şeyi əgər 21 gün davamlı eləsən, o səndə o vərdiş artıq formalaşmış olur və yaxud da ki, 66 gün deyənlər var. Əslində bunun ikisi də səhvdir. Xüsusilə də əgər çox çətin, çox zehni məşğuliyyət tələb edən, zehni belə deyək, əmək tələb edən bir iş üzərində işləmək lazımdırsa və sən bunu hər gün eləmək istəyirsənsə, bu 21 gündən olan bir şey deyil. Çox çətindir çünki. Yəni bu elə bir şeydir ki, bunu sən hər gün özünü müəyyən qədər məcbur eləməlisən ki, bu sən həyatının bir parçası halına çevrilə bilsin. Və doğrudan da əgər bir insan hər gün oyanırsa və günün ilk saatını və ya 2 saatını və ya 3 saatını nə qədər oyandığına, qrafikinə bağlıdır. Ən önəmli həyatında reallaşdırmaq istədiyi arzusu, planı nədirsə ona ayırırsa, o insanın hardasa demək olar ki, uğursuz olması imkansız kimi bir şeydir. Çünki o səbəblər nədirsə onu yerinə gətirirsənsə, nəticəni də alacaqsan. Yəni ona görə deyirəm ki, imkansızdır. Ondan əlavə də bunu edən, vərdiş halına gətirən insan daha az stresli olur, daha az depressiv olur, daha rahat olur, daha gümrah olur, daha özgüvənli olur və bunun bir tərəfdən digər faydası da belədir. Odur ki, bunu edəndə insan özünə olan daxili hörməti artmış olur. Bu çox önəmlidir. Başqa yerlərdən, insanlardan hörmət görmək, nə bilim, misal üçün özgüvən haqqında yaxşı sözlər eşitmək, sənin özgüvəni, özünə olan hörmətini artıracaq, özünə olan inamını artıracaq sözlər eşitmək, nələrsə oxumaq, dinləmək, motivasiya seminarları, kitabları falan.
Bunlar yaxşıdır, faydalıdır. Amma bir insanın özünün ortaya qoyduğu bir iş, aldığı bir nəticədən ona gələn o özgüvən, o özünə hörmət, o özünə inam tamam fərqli səviyyədədir. Yəni o insanda qalıcı olur və insanın belə deyək də o zehni beynindəki o kimyasalları dəyişdirir. Və o həm qalıcı olur, həm də ki kənardan gələn bir şeydən formalaşmadığına görə kənardan artıq o cür şeylərə yəni özgüvənini artırmaq, özünə hörmətini artırmaq, özünü yaxşı hiss etmək üçün kənardan olan təsirlərə, səbəblərə ehtiyacı da azaltmış olur. Yəni bunu formalaşdırıb da mən niyə belə bir vərdiş formalaşdırdım deyən insan tapmaq mümkün deyil. Həqiqətən də ən önəmli özümüzdə formalaşdıra biləcəyimiz ən önəmli vərdişlərdən biridir. Və fərqi yoxdur hansı sahədəsən, hansı işi görürsən, nəyin üzərində, hansı layihənin üzərində işləyirsən işlə. İndi əgər formalaşdırmısınızsa, qoruyub saxlayın. Amma formalaşdırmamısınızsa, əgər ola bilər ki, dəfələrlə istəmirsiniz, alınmayıbsa, bilin ki, tək deyilsiniz. Yəni bu hər kəs üçün çətin olan bir şeydir. Hər insan üçün çətindir. Ona görə də bir addım kənara atın, bir yavaşlayın, düşünün ki, mənim vaxtım hara gedir və harda nələri dəyişdirsəm heç bir problem olmayacaq və mənə də əlavə vaxt qazandıracaqdır. Düşün, əminəm ki, tapacaqsınız. Bəlkə səhər deyil, indi ola bilər ki, sizin üçün hər an iş qrafiki farklıdır. Bunu axşam edəcəksiniz və ya gün orta vaxt edəcəksiniz, gün ortadan sonra edəcəksiniz. Yəni əsas olan odur ki, sizin qrafik sizə nə uyur və nələri dəyişdirib özünüzə vaxt ayıra bilərsiniz ki, özünüzlə və ən böyük arzunuz nəysə onunla baş-başa qalıb onun üzərində işləyəsiniz. Belə, növbəti epizodda görüşənə qədər bu cür epizodları düşünürəm ki, daha çox paylaşım. Əvvəldə dediyim kimi baxacam, etiraz yoxdursa, insanlara maraqlı gəlirsə, əlbəttə ki, dediyim kimi təcrübəni paylaşmaq çox yaxşı bir şeydir. Çünki təcrübəni paylaşanda, kiminsə təcrübəsini eşidəndə sən də nə isə oradan öyrənirsən. Çünki bu real təcrübədir, nəzəriyyə deyil. Və əlaqələndirə bilirsən özünlə, öz təcrübənlə onun arasında və səndə də bəlli bir fikirlər yaranır. Misal üçün, mən bayaq dediyim kimi ki, əgər bunu öz həyatınıza formalaşdırmaq istəmirsinizsə, dəfələrlə bəlkə də cəhd eləmisiniz, alınmayıbsa, tək deyilsiniz. Bunu bilmək çox önəmlidir. Nəyə görə önəmlidir? Çünki biz bizim ən böyük tənqidçimiz elə bizim özümüzük. Çünki və alınmırsa özümüzü günahlandırır. Əlbəttə ki, səbəb bizik, amma özünü səbəb kimi görüb bir hərəkət etmək, onu dəyişdirmək üçün başqa bir şeydir. Davamlı olaraq özünü günahlandırıb və özündə o potensialı görməmək, özünü o cür bir insan kimi görməmək tamam fərqli bir şeydir. Amma biləndə ki, mən tək deyiləm, başqa insanlarda da problem var. Bu normaldır, bu çox önəmlidir. Sənə səbəb verir ki, bunu formalaşdıran qədər davam eləməliyəm və bunun başqa bir yolu yoxdur. Bu problemi yaşayanda tək mən deyiləm. Mənim şəxsiyyətimlə, IQ-mlə, intellektimlə, bacarıqlarımla heç bir əlaqəsi yoxdur. Yəni, hər kəsin yaşadığı bir problemdir. Çünki çətin bir şeydir. Əgər çətin olmasaydı, bunun haqqında nə danışılmazdı, nə də yazılmazdı. Yəni, çətindir ki və əhəmiyyətlidir ki, sadəcə çətin olması bunu əhəmiyyətli etmir. Yəni, əhəmiyyətlidir həm də ki, hər kəs bunu öz həyatına formalaşdırmaq istəyir. Bütün kitablar, yazarlar, yəni təkrar bu mövzunun üzərindən keçir, bu mövzu haqqında danışır. Belə, növbəti yaşayacaqlarım və onlar haqqında düşüncələrim, təfəkkürüm və təcrübələrimi yenə sizinlə paylaşacağım. Siz də dinləyin, fikirlərinizi bildirin. Faydalı olacağını düşündüyünüz dostlarınızla, tanışlarınızla epizodu paylaşın, bəyənin, rəy yazın. Özünüzə də yaxşı baxın. Hələlik.